Salam dəyərli izləyicilər. DİM-in ikinci qruplar üçün hazırladığı 20 sınaq kitabçasından 15-ci sınağın testlərini sizə izah edəcəm. Ümumi sınaqdır. Əgər bu videolar siz üçün faydalıdırsa, bəyənmə işarəsini basıb, şərh yazıb paylaşa bilərsiniz. Həmçinin kanala abunə olsaz da sevinmiş olaram. Başlayaq birinci sualdan. Uyğunluğu müəyyən edin. Qədim Çində Sin sülaləsi və Xan sülaləsi. Bu Venn diaqramının bir formasıdır. 1-də Sin sülaləsinə aid olanlardır. 3 ortaq cəhətli hər iki sülalənin, 2 isə Xan sülaləsinə aid olanları seçəcəyik. Teoman Tanhu ilə Pinçenin müqaviləsinin imzalanması. Burada diqqətli olmaq lazımdır. Teoman Tanhu yox, Mete Tanhu olmalıydı. Ona görə A-nı götürməyəcəyik heç birinə. Mete olsaydı eradan əvvəl 200-cü il Xan sülaləsinə aid götürə bilərdik. Çinin ilk dəfə vahid dövlətdə birləşdirilməsi Sin Şixuandinin hakimiyyəti dövründə Sin sülaləsi 1-ə B gedəcək. Bu da eradan əvvəl 221-ci ildə olmuşdur. Hunlarla mübarizə aparılması hər iki sülalə Teoman və Mete Tanhu ilə mübarizə aparmışdı. Hər iki sülalə Hunlarla mübarizə aparmışdı. Ona görə də ortaq cəhət olaraq götürəcəyik. Çin əhalisinin vahid xalqa çevrilməsi, Çin əhalisi vahid xalqa Xan sülaləsi dövründə çevrilirdi və onlar özlərini də Xan adlandırırlar. Eradan əvvəl 3-cü əsrin ikinci yarısında hakimiyyətdə olması, 3-cü əsrin ikinci yarısında hakimiyyətdə olması hər iki sülaləyə də aid olacaq. Çünki Sin sülaləsi elə 221-206-da hakimiyyət dövrü eradan əvvəl, Xan sülaləsi də 206-cı ildə hakimiyyətə gəlmişdi eradan əvvəl 206, deməli ikisinə də aid olacaq. Hakimiyyətdə olması deyir, bəli. 1-ə B, 2-yə S, Y, 2-yə D, 3-ə S, Y, doğru cavab C olacaq. 1-ə B, 2-yə bəli D, 3-ə S, Y. Keçək növbəti ikinci suala. Uyğunluğu müəyyən edin. Qədim Yunanistan Solon islahatları, Periklin islahatları. Zəruri ərzaq məhsullarının ixracının qadağan edilməsi. Qeyd edək, eradan əvvəl 594-cü ildə Solon Afinada islahatlar keçirmişdir. Zəruri ərzaq məhsullarının ixracı qadağan edilmişdir. Doğrudur. Attikanın bütün sakinlərinə vətəndaşlıq hüququnun verilməsi. Bütün sakinlərinə yox, azad əhalisinə olmalıydı. Ona görə B-ni götürmürük. Eradan əvvəl 6-cı yüzilliyin sonlarında 594 eradan əvvəl 6-cı yüzilliyin əvvəllərinə düşür eradan əvvəl. Əgər bizim erada olsaydı o sonları götürmüş olardıq. Periklin islahatları vətən uğrunda həlak olanların ailələrinin dövlət tərəfindən himayə olunması, bəli, bu baş vermişdir. Onu da qeyd edək ki, Periklin islahatları eradan əvvəl 443-428-ci illərdə olmuşdu. Hakimiyyətdə olduğu 15 il ərzində. Strategilərin seçilməyə başlanması bu eradan əvvəl 6-cı əsrdir. Strategilərin seçilməyə başlanması, yəni onun dövrünə düşmür. Onun özü elə strateg olmuşdur. Yoxsullara vəzifə tutmasına görə əmək haqqının verilməsi bu da olmuşdur. 1-ə A, 2-yə A, C, doğru cavab D bəndi olacaq. Növbəti üçüncü suala keçirik. Venn diaqramı Avropa Hun Axun dövlətləri. Şimal-Qərbi Hindistanın ələ keçirilməsi Mihraqul xanın adı ilə bağlıdır. Axun dövlətində 6-cı əsrdə Tanrı xan tərəfindən yaradılması sözü səhvdir. Tanrı xan düzdür Avropa Hunlarının ilk, Qərb Hunlarının ilk başçısı olmuşdu. Ancaq bunun dövlətin yaradıcısı Balamir olmuşdu. 4-cü yüzilliyin ikinci yarısında yaranması hər ikisinə aid olacaq. 4-cü yüzilliyin sonlarında Eftal xanın Sasaniləri məğlub etməsi. Eftal xan 5-ci əsrdə hakimiyyətdə olubdur. Sasaniləri məğlub etməsi ilə bağlı da dərslikdə məlumat verilməyibdir. Ona görə səhvdir. Burqundiyanın işğal edilməsi Attilanın dövründə bu Orlean tərəfə hücum edir. Katalan döyüşü zamanı Katalan döyüşündən əvvəl Burqundiyanı da işğal etmişdi. Demək Avropa Hun dövlətinə aid olacaq Y.
Y, A, S doğru cavab Y bəndi olacaq. Neolit dövrünün Enolit dövrü ilə oxşar, paleolit dövründən isə fərqli cəhətlərini müəyyən edin. Əmək alətlərinin daşdan hazırlanması hər üçünə də aiddir. Deməli, bu ikisi oxşar olsun deyir. Bu paleolit dövründə isə olmasın nəzərdə tutur. Burada isə əmək alətləri daşdan hamısında hazırlanıbdır. Əhalinin duluzçuluqla məşğul olması. Duluzçuluq neolit dövründə yaranır və eneolit dövründə də davam edir. Paleolitdə isə olmamışdır. Bunu götürəcəyik. Əhalinin qəbilə icmasında yaşaması. Üst paleolitdə yaşayırdılar insanlar artıq qəbilə icması. Neolit, eneolitdə də davam etmişdi. Bu da üçünə oxşardır. İstehsal təsərrüfatının mövcud olması. Mezolit dövründə istehsal təsərrüfatının əsası qoyulur. Başlanğıc neolit, eneolitdə də davam edir. Amma paleolit dövründə istehsal təsərrüfatı olmayıbdır. Digər cavab 4 olacaq. İnsanların ulu icmada yaşaması alt və orta paleolit dövrünə aiddir. Yəni üst paleolitdən artıq insanlar qəbilə halında yaşamağa başlamışdılar. Bu da verilən şərti ödəmir. 2, 4 doğru cavab A olacaq. Manna hökmdarı Ahşeri Assur dövləti ilə dostluq əlaqələrindən sadiq qalmışdır. Ahşeri Assuriya ilə sadiq qalmır. Əksinə ərazisində İskit kimi İskitsak tayfaları məskunlaşandan sonra daha da güclənir və Ahşeriyaya qarşı yürüşlər etmişdi. Eradan əvvəl 7-ci əsrin 70-ci illərində İskit dövləti ilə ittifaq yaratmışdı. Bəli, qeyd etdik. İskitlər gəlir, dövlət qururlar. Kür və Araz çayları arasından cənubda Urmiya gölünə qədər. Bu zaman Ahşeri də onlarla ittifaqa girmişdi. Midiyada Assur əleyhinə azadlıq hərəkatına dəstək vermişdi. Doğrudur, Kaştaritiyə dəstək verir və Kaştariti 673-də qiyam qaldırmışdı. 71 il sonra da Midiyanın müstəqilliyinə nail olmuşdu 672-ci ildə eradan əvvəl. Sirdaqqa müqaviləsinin imzalanması Ulusunaya aiddir. 714-cü ildə eradan əvvəl 714 Ulusunaya aiddir. Ahşerin hakimiyyət illəri isə eradan əvvəl 675-650-ci illərdir. Əhəməni dövləti ilə diplomatik əlaqələr saxlamışdı. Əhəməni dövləti eradan əvvəl 550-ci ildə yaranıbdı. Onun da fikir verirsə eyni dövrdə olmayıbdı. Onun hakimiyyətindən 100 il sonra Əhəməni dövləti yaranmışdı. 2-3 doğru cavab E bəndi olacaq. Növbəti 6-cı suala baxaq. 6-cı əsrin 30-cu illəri və 7-ci əsrin 20-ci illərinə aid hadisələrin ümumi cəhətlərini müəyyən edin. Sasani və Bizans dövlətlərinin müqavilə imzalanması 532-ci il 532 Justinian hakimiyyəti dövründə olmuşdu və bu Sasani və Bizans arasında müqaviləni biz burada götürə bilərik. 7-ci əsrin oxşar ümumi cəhət deyir. 7-ci əsrin 20-ci illərində də 629-cu ildə Sasani və Bizans arasında müharibəyə son qoyulmuşdu. Orada da müqavilə imzalanmışdı. Bu biri hər ikisinə aid oxşar cəhət götürəcək. Xəzərlərin Albaniya dövlətinə hücum etməsi. 29-da Xəzərlər hücum edibdi, ancaq 530-cu illərdə bu olmamışdı, götürmürük. Albaniyanın yerli hökmdarlar tərəfindən idarə olunması. Albaniyada onu qeyd edək ki, 510-629-cu illər Sasani mərzbanlığı dövrüdür. Bu mərzbanlıq dövründə Albaniyanın yerli hökmdarları yox, Sasani dövlətinin təyin etdiyi canişinlər, mərzbanlar idarə edibdi. Ona görə də bu səhv olacaq. Albaniyanın Sasanilər dövlətinin tərkibində olması, bəli, bunu qeyd etdik. Sasani dövlətinin tərkibində idi. Həm 530-cu illər düşür, həm də 620-ci illər düşür. Sasani dövlətinin tərkibində olması. Bizansla Albaniya dövləti arasında diplomatik əlaqələrin olması. Diplomatik əlaqələri 620-ci illər götürə bilməyəcəyik. Albaniya dövləti dediyimiz kimi həmin vaxtı Sasanilərin hakimiyyəti altında idi. 29-30-cu illərdə Xəzər xaqanlığının
hakimiyyət altında olur Albaniya. Ta ki 630-cu ildə yerli Mehranilər sülaləsi hakimiyyətə gəldikdən sonra Bizansla diplomatik əlaqələr qurulmuşdu. 1-4 cavab B bəndi olacaq. Birinci Dünya Müharibəsi illərində AXC-nin həyata keçirdiyi mədəni tədbiri müəyyən edin. Qeyd edirik, mədəni tədbir olsun. Bir də Birinci Dünya Müharibəsi olsun. 1918 il noyabrın 11-nə qədər, bunu da qeyd etmək lazımdır ki, AXC dövrü də həmin illəri əhatə etsin. Azad ticarətə icazə verilməsi. Ticarət məsələsi mədəni məsələ deyil. Mədəniyyətlə bağlı olan məsələlər birinci təhsildən başlayır, memarlıqdan davam edir, incəsənət və digər sahələri əhatə edir. Təhsildən daha çox, təhsil və memarlıqdan daha çox düşür. Onları da nəzərinizdə saxlayın. Deməli, azad ticarətə 18-də icazə verilmişdi, amma iqtisadi tədbir idi. Təhsil müəssisələrinin milliləşdirilməsi 1918-ci il avqustun 28-də olmuşdur. Baxırıq, bəli, Birinci Dünya Müharibəsi dövrünə düşür bu hadisə və təhsillə bağlıdır. Deməli, mədəni tədbirdir. Doğru cavab B olacaq. Əlifba İslahatı Komissiyasının yaradılması. Bu 1919-cu ildə martında yaradılmışdı, amma bu islahat həyata keçirilə bilməmişdi. Müsəlman şərqini öyrənən cəmiyyətin yaradılması, bu da 1919-dur. Mədəni tədbirdir, hər ikisi də C-nəndir, amma müharibə dövrünə düşmür. Hərbi Nazirliyin yaradılması 1918-ci il noyabrın 1-nə düşsə də, hərbi olduğuna görə, hərbi məsələsinə görə biz bunu götürməyəcəyik. Çünki hərbi ilə bağlı məsələdir, mədəni tədbir deyil. Keçirik. Deməli, doğru cavab burada biz dedik, nə oldu? Təhsil müəssisələrinin milliləşdirilməsi B bəndi. Keçirik növbəti 8-ci suala. Uyğunluğu müəyyən edin. Azərbaycan Xalq Cümhuriyyəti Gəncə dövrü, Bakı dövrü. Gəncə dövrü 1918 başlayır. İyunun 16-sından sentyabrın 17-sinə qədər, 17 deyib 18 yazıram, 17-sinə qədər. Bakı dövrü isə 1918 sentyabrın 17-sindən başlayır, davam edir süqutuna qədər. Yəni 1920-ci il aprelin 28-nə qədər. İndi bunlara aid olanları götürəcəyik. Türk-Azərbaycan dilinin rəsmi dövlət dili elan olunması. Bu olubdur 1918 iyunun 27-si. Türk dili dövlət dili elan edilmişdir. Düşür bu Gəncə dövrünə. İyunun 27-si, bəli, Gəncə dövrünə 1-ə A olacaq. Bakı-Batum neft kəmərindən istifadə etmək hüququ qazandı. 1919-cu ildə ingilislər avqustda Thomsonun başçılığı ilə gəlmişdilər. 19-cu ilin avqustunda Azərbaycanı tərk edəndə ingilislər və ondan sonra Bakı-Batum neft kəmərinə nəzarət də AXC-nin əlinə keçmişdi. Deməli, bu Bakı dövrünə aid olacaq. B2 olacaq. AXC-nin dövlət müstəqilliyinin Osmanlı tərəfindən tanınması 1918 iyunun 4-dədir. Bu Tiflis dövrünə düşəcək, heç birinə aid olmayacaq. Milli Şuranın fəaliyyətini ilk dəfə dayandırması. Fəaliyyətini ilk dəfə dayandırır 1918-ci il 17 iyunda. Bu iyun böhranı olur Gəncədə. Nuru Paşa gəlir və onunla bərabər bəzi ilhaqçı qüvvələr AXC-nin yəni bu şəkildə fəaliyyət göstərməsini istəmirdilər. Osmanlıya birləşdirilməsini istəyirlər və nəticədə böhran baş verir, Milli Şura fəaliyyətini dayandırır. İlk dəfə orada dayandırır. Sonra noyabrın 16-sında təzədən bərpa olunur. Artıq dekabrda
7 dekabrda parlament fəaliyyətinə başlayanda 18-ci ildə Milli Şura yenidən fəaliyyətini dayandırır. Ona görə ilk dəfə deyir ki, yəni 2 dəfə fəaliyyətini dayandırıbdır. Bu da düşür dediyimiz kimi Gəncə dövrünə. İngilis qoşunlarının Şimali Azərbaycanı tərk etməsi, bayaq bunu dedim, Thomson 19-cu ilin avqustunda tərk edir yayında. Bu da düşəcək Bakı dövrünə. Yəni 1919 Bakı dövrü. 1-ə AD, 2-yə B, Y, cavab C olacaq. 9-cu suala baxırıq. Şimali Azərbaycanda 1836-cı ildə Şeyxülislam və müfti vəzifələri təsis edildi. Bu 1829-dur. Mülkədarların müsadirə olunmuş torpaqlarının müəyyən hissəsi geri qaytarıldı. 1830-dur. Təriqətçi və bidətçi Rus ailələrinin Azərbaycana köçürülməsi 1830 20 oktyabrdadır. O birisi 13 iyulda idi. Daxili gömrük rüsumunun ləğv edilməsi 1836. Bu rəhdar sistemidir. Rəhdar idi. Alban katolikosluğun ləğv edilməsi 1836. Doğru cavab 4, 5 olacaq. B bəndi. 10-cu suala baxaq. Xəritədə ulduzla verilmiş xanlığa aid xüsusiyyətləri müəyyən edin. Bura İrəvan xanlığıdır. Qacar tayfası tərəfindən yaradılması, Qacar səhvdə Əfşarlar, Mir Mehdi xan Əfşar yaratmışdı. Daha sonra Qacar 1755-ci ildə Məhəmməd Həsənəli xan Qacar hakimiyyətə gəlmişdi orada. Yəni Əfşarlar tərəfindən yaradılıbdı. 19-cu yüzilliyin əvvəllərində Rusların məğlub edilməsi, yəni 1804-cü ildə Üçməzzin Qəmərli döyüşlərində bəli Ruslar məğlub edilmişdir. Gürcülərin hücumuna məruz qalması, Gürcü çarı 2-ci İraklinin dəfələrlə yürüşünə məruz qalmışdı. Bunu götürə bilərik. Ağa Məhəmməd xan Qacar tərəfindən asılı hala salınması, Ağa Məhəmməd xan Qacar 1795-ci ildə İrəvanı asılı vəziyyətə salmışdı. Qarabağ bəylərbəyliyi ərazisində yaradılması, Qarabağ deyil, ora olacaq. Çuxursəd bəylərbəyliyi, Çuxursəd bəylərbəyliyinin ərazisində yaranmış 2 dənə xanlıq var. Biri İrəvanda, o birisi isə Naxçıvanda ki, bura düşür. Deməli 2, 3, 4 cavab olacaq C bəndi. Növbəti 11-ci suala baxırıq. 11. Hansı müqaviləyə aid şərt verilməyib? Şərt verilməyibdir. Xəzəryanı ərazilərinin Rusiyaya ilhaq edilməsi. Xəzəryanı ərazilərinin Rusiyaya ilhaq edilməsi Peterburq müqaviləsində götürə bilərik bunu. Deməli, Peterburqda verilibdir. Bunu da ilin qeyd edək. 1723-cü ildə olmuşdu. Araz çayının sərhəd xəttinə çevrilməsi Kirmanşah müqaviləsi 1732-ci ildə bu da verilibdir. Şirvanın Osmanlıların himayəsi altında yarım müstəqil xanlıq elan edilməsi 1724 İstanbul müqaviləsidir. Kür çayından cənubdakı ərazilərin Səfəvilər dövlətinə qaytarılması. Bu Rəşd müqaviləsidir. 1732 Rəşd. Bir dənə Bağdadla bağlı şərt verilməyibdir. Bağdad müqaviləsi 1733-cü ildə Səfəvi Osmanlı arasında imzalanmışdı. Şərtə görə Osmanlılar son 10 ildə tutduğu Səfəvi torpaqlarını geri qaytarmalı idi, lakin Osmanlı sultanı bunu təsdiqləməmişdi və yenidən müharibə davam etmişdi. Səfəvilər dövləti 16-cı əsrin 80-ci illərindən fərqli olaraq 17-ci əsrin ilk illərində, yəni 1580-ci illərdən fərqli olaraq 1600-cü illərin əvvəllərində Sufyan döyüşündə məğlub oldu. Əksinə olur. Sufyan döyüşündə 1585-də Səfəvilər məğlub olmuşdu. 1605-də isə Sufyan döyüşündə qalib gəlmişdi. Şirvanı azad edə bilmədi. Şirvanı azad edə bilmədi. Bu da əksinə baş vermişdi. Şirvanı 16-cı əsrin 80-ci illərində uduzur, işğal olunur Şirvan.
Amma 17-ci əsrin əvvəllərində artıq 1603-12-ci illər müharibəsində Səfəvilər Şirvanı azad edə bilmişdi. Çuxursəd vilayətini azad etdi. Bəli. 16-cı əsrin 80-ci illərində, yəni bu 80-ci illəri deyərkən bizdən əsasən nəzərdə tutur 1578-dən başlayıb 1590-cı illərdə olan müharibə idi ki, İstanbul müqaviləsi ilə başa çatmışdı. Birinci İstanbul müqaviləsi idi. Bir də 17-ci əsrin ilk illərində deyəndə nəzərdə tutur 1603-dən başlayır, 1612-ci illərdə müharibə yekunlaşır. Bu da 2-ci İstanbul və yaxud Sərab və yaxud 2-ci İstanbul müqaviləsi də adlanır bu. Bu müharibənin bundan fərqini soruşur. Əsasən bundan fərqini soruşur. Bizə lazım olur bunu tapmaq. Çuxursəd vilayətini azad etdi. Artıq 2-ci İstanbul müqaviləsinə əsasən 1612-ci ildə itirdiyi o torpaqları Çuxursəd vilayətini də geri qaytarmışdı. Doğrudur. Xorasan uğrunda Şeybanilərə məğlub oldu. 1603-12-ci illərdə Şeybanilərlə burada müharibə aparmır. Burada məğlub olmuşdu. 86-90-cı illərdə, 89-cu illərdə o Xorasanı itirmişdi. Təbrizi Osmanlılardan geri aldı. Bəli, qeyd etdiyimiz kimi itirdiyi torpaqlardan biri də Təbriz idi ki, onu geri ala bilmişdi. 3-5 cavab B bəndi. Növbəti sual 13. ABŞ-nin 19-cu yüzilliyin 60-cı illəri tarixinə aiddir. Aqrar məsələnin həll olunması. Bunu biz 1862-də qəbul edilmiş Homestedlər haqqında qanunla götürə bilərik. Homestedlər haqqında qanunla 63-də qüvvəyə minir bu qanun. Qanuna əsasən torpağı əkib becərmək istəyən hər kəsə 65 hektar torpaq sahəsi verilməli idi. $10 rüsum ödəməklə və bu ərazidə qul əməyindən istifadə edilə bilməzdi və torpağı əgər əkib becərməzdisə də geri alınacaqdı. Belə bir şərtlərlə böyük bir ərazi öz əhalisinə paylamış oldu və aqrar məsələ bununla həll olmuş oldu. Şimal ştatlarında quldarlığın ləğv edilməsi. Şimal ştatlarında quldarlığın ləğvi 19-cu əsrin birinci yarısına düşür. 19-cu əsrin birinci yarısına düşür. Yəni 60-cı illərdə artıq Cənub ştatlarında, 63-cü ildə Cənub ştatlarında quldarlıq ləğv edilir. Monroe doktrinası 1823-dür. Bu da 19-cu əsrin birinci yarısıdır. Vətəndaş müharibəsinin baş verməsi 1861-65-ci illərdə olubdur. 60-cı illərə düşür. 1-4 cavab C bəndi olacaq. Gürcüstan SSR-in Azərbaycanla ərazi mübahisələrinin nəticələrindən deyil. Gürcüstan Zaqatala dairəsinə olan bütün iddialarından əl çəkir. Bəli, səbəb də o idi ki, əhalisinin 95%-nə yaxını müsəlman idi və onlar rəy çoxluğu ilə Azərbaycanın tərkibində qalmasını istəyirlər. Yəni bu aiddir. Qarayazının yuxarı hissəsi Gürcüstana birləşdirildi. Yuxarı Qarayazı bəli birləşdirilir. Zaqatala dairəsinə məxsus əkin və otlaq sahələrinin hamısı Azərbaycanın tərkibində qaldı. Xeyr, hamısı qalmır. Sığınaq qəzasına, bir hissəsi sığınaq qəzasına verilir. Yəni burada bu nəticələrə aid deyil. C-ni götürəcək. Borçalının mərkəzi hissəsi Gürcüstana verilir 1921-ci ildə. Bu olubdur. Azərbaycan torpaqlarının bir hissəsi sığınaq qəzasına verildi. O həmin Zaqatala dairəsinə məxsus əkin və otlaq sahələri idi ki, verilmişdi. Burada da cavab C bəndi olur. Keçirik 15-ci suala. 13-cü yüzilliyin əvvəlləri İngiltərə tarixinə aiddir. 1200-cü illərin əvvəlləri. Parlamentin fəaliyyətə başlaması 1265-dir. Bu əvvəllərə düşmür. Böyük Azadlıqlar Xartiyasının imzalanması 1215-dir. Bu düşür 13-cü əsrin əvvəllərinə. Tüdorların hakimiyyət uğrunda mübarizədə qalib gəlməsi 1485-ci ildir. Qızılgün müharibələrindən sonradır. Bu 15-ci əsrdir. Kralın özünü papanın vassalı elan etməsi. Bu
Böyük Azadlıqlar Xartiyasından əvvəl baş verir bu hadisə. Papanın vassalı elan edir. Bu da ona qarşı üsyanın başlanmasına səbəb olmuşdu. Deməli 2-4 olacaq. Üçüncü, Xaçlı yürüşündə iştirak etməsi. Bu yürüş 1189-92-ci illərdir və 12-ci əsrin sonlarına düşür. Yəni bizdən 13-cü əsrin əvvəlləri soruşulur. 2-4 cavab olacaq B. Cərmidan və Nəhavənd döyüşlərinin ümumi cəhətləri. Cərmidan döyüşü 643-də olmuşdu, Nəhavənd 642-də olmuşdu. Bu döyüşlərin ümumi cəhətləri. Hər iki döyüş də ərəblərlə Sasanilər arasında baş vermişdi və ərəblər qalib gəlmişdi. Ərəblərə Azərbaycan işğalında şərait yaratması, bəli, bu döyüşlərdən sonra daxil olurlar. Nəhavənddən sonra Azərbaycanın cənubuna daxil olurlar. Cərmidandan sonra Azərbaycanın şimalına yol açılmış oldu. Xəzər xaqanlığının qalib gəlməsi, Xəzərlər yoxdur bu döyüşdə. 7-ci əsrin 40-cı illərində baş verməsi qeyd etdik. Əməvilərlə Sasanilər arasında baş verməsi. Əməvilər götürməyəcək, çünki Əməvilərin hakimiyyət dövrü başlayır 661-dən 750-yə qədər. 661 də bu döyüşlər isə 7-ci əsrin 40-cı illəridir. Yəni ərəblərlə qeyd etdik. Həmin dövr ərəb dövlətində Rəşidi xəlifələrinin dövrünə düşür. Sasanilərin ərəb dövlətinə qalib gəlməsi. Sasanilər ərəb dövlətinə məğlub olurlar. 1-3 cavab Y bəndi. 17 və 18-ci suallar. Deməli, 20-ci yüzilliyin 20-ci illəri Türkiyənin, 20-ci yüzilliyin 50-ci illəri Yaponiyanın tarixinə aid ümumi cəhəti müəyyən edin. Respublika idarə üsulunun yaradılması. Türkiyəyə aid götürə bilərik. Cumhuriyyət qururlar. Türkiyə Cumhuriyyəti Respublika deməkdir. Amma Yaponiyanın indi özündə belə Respublika idarə üsulu getmir. Orada imperator hakimiyyəti hələ də qalır, düzdür, rəsmi rəmzi xarakter daşısa da. ABŞ-dən hərbi yardımların alınması 20-ci illərdə olmayıbdır. Yaponiyada 50-ci illərdə olur, amma 20-ci illərdə Türkiyə ABŞ-dən yardım almamışdı. 40-cı illərdə olsaydı götürə bilərdik. İqtisadi möcüzənin baş verməsi Yaponiyada 50-ci illərdə olur, ancaq Türkiyədə 80-ci illərdə Turgut Özalın dövründə olur. İşğal rejimlərinin ləğv olunması. Bəli. İşğal rejimləri Yaponiyada 1952-də olmuşdu. 1952-də işğal rejimi ləğv olunmuşdu. Türkiyədə isə artıq müharibədə qalib gəlirlər. 1922-ci ildə düşmənləri öz ərazilərindən qovub çıxardılar. 23-cü ildə də imzalamış Lozanna müqaviləsi ilə ərazi bütövlüyünü təsdiqlətmiş olur. İşğal rejimlərinin ləğv edilməsi doğru olacaq, hər ikisinə aiddir. Konstitusiyanın qəbul olunması Türkiyədə 24-cü ildə konstitusiya qəbul edilibdir, 20-ci illərə düşür. Amma Yaponiyada isə sonuncu konstitusiya 47-ci ildə qəbul edilmişdir. Bu da 50-ci illərə düşmür. Deməli 17-də də D olacaq. 18-ci sualda 2020-ci ilin noyabrında imzalanan üç tərəfli bəyanatdan sonra azad olunan rayonları müəyyən edin. Üç tərəfli bəyanatdan sonra Laçın, Kəlbəcər və Ağdam ardıcıllıqla geçsə, əvvəlcə Kəlbəcər, Ağdam, Laçın işğaldan azad edilməli idi, lakin 10 gün Kəlbəcərə vaxt verilir. Neysə. Deməli, Ağdam 1-ə düşür, Kəlbəcər bu əraziyə düşür. Bir də Laçın məsələsi var ki, Laçın da 3-ə düşür. 1 ilə 3 olacaq. Doğru cavab B bəndi. Digər rayonların ərazilərini də deyə bilərik. Bu 2 düşəcək Füzuli, 5 Qubadlı, 4 isə düşəcək Xocalı ərazisinə. Bir dəqiqə, bəli, Xocalı ərazisinə düşəcək. Bunları dairələdim, sizi çaşdırmasın.
Cavab 1-3. Keçək 19-cu suala. Azərbaycan Respublikasının 21-ci yüzilliyin ikinci 10 illiyi tarixinə aid deyil. İkinci yüzilliyin ikinci 10 illiyi tarixinə aid deyil. Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin keçirilməsi 2017-dədir. Bu aiddir. Bizdən aid olmayanı soruşur. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi 2011 aiddir. 4-cü İslam Həmrəyliyi oyunları keçirilibdi Azərbaycanda 2017-də. Bu da aiddir. NATO Parlament Assambleyasına asosiyativ üzv qəbul olunması 2002-dir. Bu aid deyil. Cavab D olacaq. Şərur rayonunun Günlük kəndinin ordumuzun nəzarətinə keçməsi 2018. Bu da aiddir. İkinci 10 illiyə aiddir. 20-ci suala baxırıq. Brexit planına görə Avropa Birliyindən ayrılan dövləti müəyyən edin. 2020-ci illə düşür bu hadisə. Bu da İngiltərəyə aid olacaq. İngiltərədə 3-də yerləşir. Cavab C bəndi olacaq. 1 Fransadır, 2 Almanya, 4 İspaniya, 5 İtaliya ərazisinə düşür. Onu da qeyd edək ki, 1973-cü ildə Avropa Birliyinə, o zaman Avropa İqtisadi Birliyi gedirdi. Ora daxil olur. 2020-ci ildə isə çıxır. Növbəti 21-ci sual. Xüsusiyyətlərin aid olduğu ABŞ prezidentini müəyyən edin. ABŞ qoşunlarını Vyetnamdan çıxarması 1973-cü ildə çıxarıbdı. Bu Richard Nixon idi. İslahatlar proqramının yeni iqtisadi siyasət adlanması, qocalığa görə verilən təqaüdlərin artırılması Richard Nixonun dövrünə düşür. 21 B bəndi olacaq. 22-ci suala baxırıq. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda baş verən mədəni yeniliklərdən deyil. 1851-dən sonra mədəni yeniliklərdən deyil soruşur bizdən. İlk üsuli cədid məktəblərin açılması 1869-da başlayır Şamaxıda. Bu aiddir. İlk dəmir yolunun çəkilməsi. İlk dəmir yolu 1880-də çəkilibdir. Mədəni yeniliklərdən deyil. İrəvan müəllimlər seminariyasının açılması 1881. Bu mədəni yenilikdir. Tağıyevin Azərbaycanlı qızlar üçün məktəb açdırması 1901 mədəni yenilikdir, ancaq 19-cu əsrin sonlarına deyil, 20-ci əsrin əvvəllərinə aiddir. İlk teatr binasının tikilməsi Şimali Azərbaycanda 1883, bu da mədəni yeniliyə aiddir. Aid olmayanlar 2 və 4 olacaq. Doğru cavab B bəndi olacaq. 23-cü suala baxaq. 20-ci əsrin 50-ci illərinə aid hadisələri müəyyən edin. Azərbaycan televiziyasının fəaliyyətə başlaması 1956 götürürük. İcbari 10 illik təhsilin tətbiq olunması 1966. Əgər 8 illik desəydi, bu 1959 idi, onu da götürə bilərdik. 66 isə aid deyil. Bakının Moskvaya birləşdirmək planının pozulması. Bu İmam Mustafayevin hakimiyyəti dövrünə düşür. İmam Mustafayev, onun da hakimiyyəti dövrü 1954-59. Deməli, bu da aid olacaq. Mülki cinayət və məhkəmə məcəllərinin qəbulunun Respublikanın ixtiyarına verilməsi. Bu da İmam Mustafayevin dövründə olmuşdur. Götürürük. Milli Azərbaycan qərargahının yaradılması 1962-dir. Bu isə düşmür. 1-3-4 olacaq cavab. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövründə həyata keçirilən tədbirləri müəyyən edin. Azərbaycan Respublikası deyir. Demək ki, 3-cü Respublikadan söhbət gedir. Onun dövrü də Azərbaycanda rəhbərlik dövrü də 1993-dən
2003'ə qədər olmuşdur. Həyata keçirilən sadəcə tədbirləri soruşur. Konkret mədəni, iqtisadi, siyasi olaraq soruşmur. Yeni Azərbaycan Partiyasının yaradılması 1992 Naxçıvanda yaradılmışdır, düşmür. Horadiz qəsəbəsinin azad edilməsi 1994-dədir, daxildir. Sədərək Dilucu Ümid Körpüsünün açılması bu da 1992-dir. Mayın 28-də Naxçıvanda olmuşdur. Azərbaycanın NATO'nun sülh naminə tərəfdaşlıq proqramına qoşulması 1994-dür. Bu da daxildir. Ombudsman təsisatının yaradılması 2001-ci ildə olmuşdur. İnsan hüquqları üzrə müvəkkilin. 2, 4, 5 olacaq doğru cavab. Deməli, növbəti 25-26-cı suallara baxırıq. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin oxşar xüsusiyyətlərini müəyyən edin. Hər ikisinə aid olan Teymuri dövləti ilə mübarizə aparılması hər ikisinə də aiddir. Qaraqoyunlu həm Qara Yusif, həm İskəndər, həm Cahanşah müharibə aparmışdı. Ağqoyunlu hökmdarlarından isə Uzun Həsən taxta çıxarkən çıxdıqdan dərhal sonra Teymuri Əbu Səidin hücumuna məruz qalmışdı və onu məğlub etmişdi. Qızıl Ordu dövləti ilə diplomatik əlaqələrin yaradılması bu Ağqoyunluda var, amma Qaraqoyunluda yoxdur. Osmanlı dövləti ilə yalnız dostluq əlaqələri Qaraqoyunlu dövlətində var. Ağqoyunluda isə həm əsasən müharibə aparıbdı Uzun Həsənin dövründə, bir dənə Yaqub Padşahın dövründə dostluq əlaqələri olmuşdu ki, bu da götürə bilmərik. Səfəvilərlə mübarizə aparılması hər ikisində də olubdur. Səfəvilər deyiləndə burada Ərdəbil hakimliyi həm də Səfəvi dövləti nəzərdə tutulur ki, Qaraqoyunlu dövləti Səfəvilərin Ərdəbil hakimliyi ilə müharibə aparmışdı. Bunun misal olaraq 1460-cı ildə Şahdağ ətəyində, daha doğrusu Samur çayı sahilində baş vermiş döyüşü götürə bilərik. Ağqoyunlulara elə son qoyanda Səfəvilər olmuşdu, Səfəvi dövləti olmuşdu. Deməli, burada cavab 4 olacaq. Vahid mərkəzləşdirilmiş dövlət olması heç birinə aid deyil. Cavab 1, 4. Xronoloji ardıcılığı müəyyən edin. Kələxana məqbərəsinin tikilməsi 1663-dür. İrəvanda Göy məscidinin inşa edilməsi 1764-dür. Təbrizdə Həştbeşt sarayının tikilməsi 1483-dür. Naxçıvanda Gülüstan türbəsinin inşa olunması bu 13-cü, 14-cü əsrlərə aid olacaq Gülüstan türbəsi. Deməli, xronoloji ardıcıllıq olacaq 4, 3, 1, 2. 4, 3, 1, 2. Doğru cavab. 27-ci suala baxaq. Uyğunluq Cənubi Azərbaycan 1917-20 Xiyabani dövrüdür. 41-46 Seyid Cəfər Pişəvərinin dövrü. Konstitusiyanın qəbul olması tələbinin irəli sürülməsi bu heç birinə aid olmayacaq. Məşrutə hərəkatına aid olacaq 1905-11-ci illər. Milli Məclisin dil haqqında qanun qəbul etməsi bu 1946-cı ildir, aid olacaq 2-yə. Müvəqqəti İnqilab Komitəsinin təşkil edilməsi bu Şimali Azərbaycanda olubdur. 1920-21-ci illərdə. Təbrizdə pulsuz qız məktəbinin açılması bu 1920-dədir. Olacaq 1-ə aiddir. Xiyabaninin dövrü. Azərbaycan adlı qəzetin nəşr olunması da 1945-dədir. O da 2-yə aid olacaq. 1-ə D, 2-yə B, Y. Osmanlılar Amasya müqaviləsinin şərtlərini pozaraq Qars qalasına qoşun yeritdilər. Qarsa qonşu olan Çuxursət vilayətinin hakimi mərkəzə Osmanlıların hərəkəti haqqında məlumat verdi. Ancaq Səfəvilər təhlükəni aradan qaldırmaq üçün kifayət qədər tədbirlər görmədi. Birliyin olmaması səbəbindən elə ilk döyüşdə Səfəvilər məğlub oldular. Burada söhbət 1578-ci ildən gedir. 1578-də müharibənin başlanmasında bu müharibə davam edibdi. 1590
90-cı illərində. Yəni Amasya müqaviləsinin şərtlərinin pozulması deyəndə artıq 78-də pozulmuş oldu. Mənbədə bəhs edilən ilk döyüşün adını yazın deyir. Çıldır döyüşü olubdu. Çıldır döyüşü 1578-ci ildə olmuşdu. Haqqında bəhs olunan döyüşdə Səfəvilərin məğlub olmasının mənbədə verilməyən səbəbini müəyyən edin. Osmanlıların say hesabı ilə say nisbətində üstünlük, say məsələsində say nisbətində üstünlük söhbət Osmanlılardan gedir. Haqqında bəhs olunan döyüşdə Səfəvilərin məğlub olmasının iki nəticəsini müəyyən edərək yazın. Səfəvilər torpaqlarının bir hissəsini itirirlər. Şərqi Gürcüstanı, daha sonra da Şirvanı itirirlər. Bu döyüşdən sonra Şərqi Gürcüstan itirilir, Şirvan itirilir. Səfəvilər torpaqlarının bir hissəsini itirirlər. Bu qədər əziz dostlar. Faydalı gördünüzsə bəyənməyi unutmayın. Şərh yazaraq, abunə olaraq mənə dəstək ola bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.